Gəlin bugün minilliklər əvvələ qədim Babilə səyahət edək və onun zamanla dəyərini itirməyən maliyyə sirlərini birlikdə açaq. Bu sual yəqin ki, çoxumuza tanışdı. Amma bilin ki, bu təkcə bizim problemimiz deyil. Hələ qədim dünyanın ən zəngin şəhərində yaşayan iki dost da gecə-gündüz məhz bu sual haqqında düşünürdü. Yaxşı, gəlin hekayəmizə başlayaq. Qəhrəmanlarımız araba ustası Bansir və musiqiçi Kobbidir. İkisi də öz sahəsində mahir sənətkar idi, amma zəhmətlərinin qarşılığını demək olar ki, heç görmürdülər. Onlar bir anlıq durub düşündülər ki, necə olur ki, ətrafda bu qədər sərvət ola-ola onların payına heç nə düşmür. Anladılar ki, zəngin bir yerdə yaşamaq səni avtomatik zəngin eləmir. Ona görə də məntiqi bir qərara gəldilər. Bu problemi həll etməyi bacaran birini tapmaq. Və o adam onların uşaqlıq dostu Babilin ən varlı adamı Arkad idi. Və Arkad onlara elə bir sir açır ki, bu sir onun özünün də həyatını dəyişmişdi. O da bir vaxtlar kasıb bir katib idi və bu qaydanı Alqamiş adlı varlı bir sələmçidən öyrənmişdi. Baxın, bu çox sadə, amma bir o qədər də güclü bir fikirdir. Mənası budur ki, pul əlinizə keçən kimi borcları, kirayəni ya da başqa xərcləri ödəmədən öncə ilk növbədə öz gələcəyiniz üçün bir hissə ayırmalısınız. Yəni, əvvəlcə özünüzə ödəyin. Bəs nə qədər? Arkadın qaydası çox bəsit idi. Nə qazanırsan qazan fərqi yoxdur. Onun ən azı 1/10-ni özün üçün saxla. Sadəcə 1/10-ni. Və budur, prosesin özü. Görürsünüz, bu bir gecədə baş verən möcüzə deyil. Bu, kiçik amma nizam-intizamlı addımlardan ibarət bir vərdişdir. Hər qazancdan bir hissəni kənara qoymaqla Arkad öz ilk xəzinəsini, yəni sərvətinin təməlini qurmağa başlayır. Yaşa, pulu yığdıq, bəs sonra? Çünki pul yığmaq, inanın, sadəcə ilk addımdır. Əgər o pul bir yerdə dayanırsa, heç bir faydası yoxdur. Əsas məsələ o pulu işlətmək, onu artırmaqdır. Deməli, formula əslində 3 hissədən ibarətdir. Birincisi, xərclərini idarə etməlisən ki, daha çox qənaət edə biləsən. İkincisi, yığdığın o pulu özü üçün işləməyə göndərməlisən. Və üçüncüsü, ən vacibi, daim özünü inkişaf etdirərək daha çox qazanmaq bacarığını artırmalısan. Bu, bəlkə də bütün hekayənin ən vacib düşüncə tərzidir. Yığdığınız pula sadəcə metal parçası kimi baxmayın. Onlar sizin əmrinizdə olan işçilərdir. Hər bir qəpik yeni qəpiklər qazanmaq üçün çalışmalıdır. Sizin sərvət ordunuz məhz belə yaranır. Amma sərvət artdıqca təhlükələr də artır. Hər kəs sənin puluna göz dikməyə başlayır. Və bu, bizi hekayənin son, amma bəlkə də ən kritik hissəsinə gətirib çıxarır. O çətinliklə qurduğun xəzinəni necə qorumalısan? Arkadın özü də bu dərsi çox acı bir təcrübə ilə öyrənib. Təsəvvür edin, o bütün bir illik qənaətini qiymətli daşlar almaq üçün Azmur adlı bir kərpiç kəsənə verir. Nəticə, tam bir fəlakət. Çünki kərpiç kəsən kərpiçdən başa düşər, qiymətli daşlardan yox. Dərs isə çox sadədir. Hər işi öz ustasından soruş. Beləliklə, bütün bu təcrübələrdən sonra ortaya çıxan qızıl qaydalar bunlardır. Pulunu riskə atma, bilmədiyin işə girmə, mütləq sahənin mütəxəssisləri ilə, o yolları keçmiş müdrik insanlarla məsləhətləş və əlbəttə ki, sənə bir gecədə inanılmaz qazanc vəd edən fırıldaqlardan uzaq dur. Amma bütün bu qaydalar arasında biri var ki, o hamısından üstündür. Əsas pulunu, yəni o çətinliklə yığdığın ilk kapitalını qoru. Onu itirsən, hər şeyə yenidən başlamalı olacaqsan. Qazancdan öncə təhlükəsizlik gəlir. Bəli, Babilin bütün müdrikliyi artıq sizdədir. Bu sirlər min illərdir ki, işləyir və bugün də işləyir. İndi yeganə sual budur. Növbəti dəfə əlinizə pul keçəndə o ilk qəpiklə nə edəcəksiniz? Planınız nədir?